mən bilirsiniz də köhnə kimyaçıyam. Bəli. Deyirəm ki, məsələn, hamı bilir ki, orta məktəb şagirdi də bilir, hamı bilir ki, atom və molekul var. Amma bunu heç bir cihazın altında, mikroskopun falan altında görmək mümkün deyil. Bunların ölçüləri o qədər kiçikdir ki, bununla baxmam. Amma dolayı vasitələrlə, məntiqi üsullarla, məsələn, rezervor təcrübəsi var, başqaları var da, bununla sübut olunur ki, bəli, istənilən bir cisim, yəni atom və həddən artıq kiçik ölçülərə malik olan atom və molekul mövcuddur. Ona görə bəzi şeylərdə yəni məntiqi dəlillərlə biz o qərara gəlmişik də, gəlməliyik. Yəni, bütün məsələlərdə əlbəttə ki, İranın atom silahını çıxardıb cəmaata göstərən deyil ki, bəli, buyurun, mənim atom silahım var. Ona görə də, bax, elə son günün deməli, ən sensasiyalı xəbəri ki, artıq Trump da, Ağ Evdə artıq başını itirmiş vəziyyətdədir. Artıq rəsmən təsdiqləndi ki, İranın nüvə başlığı daşıyan raketləri var. Yəni, bu nüvə başlığı yoxdursa, bu da milyardlarla, 100 milyonlarla xərc deməkdə bunu hazırlamaq, bu raketi təkcə elə bir raketin istehsalına söhbət getmir ki, onun layihələndirilməsindən başlayaraq, onu əmələ gətirmək üçün 100 milyonlarla, bəzən milyardlarla deməli, vəsait xərclənir. Boşu-boşuna İran bu qədər də elə güclü imkanlara, maliyyə imkanlarına malik deyil ki, elə kiməsə bir xox gəlmək üçün, Amerikaya bir şey gəlmək üçün bu nüvə başlığı daşıyan raket istehsal eləsin. Ona görə də artıq dünəndən bütün gündəmi zəbt edilib, beynəlxalq alanda, Türkiyə mətbuatında, mən mütəmadi olaraq izlədiyim CNN Türk kanalında da bu fakt artıq təsdiqləndi. Deməli, Ankarada bu ayın 7-si və 8-indəki NATO zirvəsi oldu, 32 ölkənin iştirakı ilə NATO zirvəsi keçirildi. Elə o zirvənin gedişində, deməli, artıq Trump elan elədi ki, İranla elan elədiyimiz 2 aylıq atəşkəs bitdi, biz sabahdan başlayaraq İranı vuracaq. Biz 12 gündür, elə hər gündə İranı vururuz. Xüsusən İranın sahil bölgələrini vurur. Və müşahidəçilər belə bir qərara gəlirlər ki, desant çıxartmaq istəyir. Sahilləri vurur. Quru mu? Quru desant çıxartmaq istəyir İrana. Və amma beynəlxalq analitiklər, müşahidəçilər hamısı bir ağızdan deyir ki, bu Amerika üçün böyük dəhşətli bir səhv olardı. Və İran İslam İnqilabı keşişçiləri də deyir ki, elə ağzı göydə doyurlar ki, kaş Amerika əskərləri İranın quru ərazisinə girsin ki, biz onlara cəhənnəmi yaşadaq. Onları məhv elə, başa düşsünlər ki, İranda, yəni quru qoşunları ilə bunlar heç bir şeyə nail ola bilməz. Əslində, quru qoşunları ilə bağlı bilməm, Hexetin idi, yoxsa kiminsə açıqlaması vardı, onlar təksib eləmişlər ki, belə bir, yəqin özləri başa düşürlər ki, bu faciəvi olar. Bəli, faciəvi olacaq. Heç qəti mümkün deyil. Deməli, quru qoşun çıxartmaq mümkün deyil də. İranın da ərazisi dağlıq ərazisidir. Düzənlikdə böyük, güclü tərəfin düzənlikdə, məsələn, Avropa düzənliyində vuruşmağı asandır, güclü tərəfdir də, say etibarıyla, texnika etibarıyla və s. və s. Amma dağlıq ərazilər, məsələn, Əfqanistanı gördüyümüzdə neçə il, bir 40 ilə yaxın orada müharibə getdi, SSR qoşunları, Amerika, axırda tərk edib çıxmağa məcbur oldular. O cür ərazilərdə elə İranın ərazisi də o cürdür və İranın əhalisi Əfqanlardan mən deyirəm ki, daha fanatikdir. Ona görə də onlarda ki, bu şəhidlik, cihad, bu məsələlər ki, artıq din səviyyəsində bu qədər insanların şuuruna pərçim olunub və onlar, məsələn, elə ölkənin ərazi bütövlüyü uğrunda, din uğrunda şəhid olmağı bəlkə onlar elə arzuluyur ki, mən onsuz da insanlar ölüb gedir, amma bu tarixin yaddaşına, insanların yaddaşına bir şəhid kimi daxil olsa. Ona görə də İranla belə üz-üzə gəlib Amerikanın quru qoşunlarının, İsrailin quru qoşunlarının vuruşmaq şansı yoxdur. İndi əvvəl qalır bunların İranın müxtəlif obyektlərini vururlar, nüvə tədqiqat mərkəzləri falan. Yəni İran da artıq 1981-ci ildən İranın mütəmadi İsraildə, Amerikada ki vururdu, nüvə tədqiqatlar mərkəzini vururdu. İran da, onlar da ağıllı adamlar da, bu cür texnologiyalara sahib olan adamlar da, siyasi baxımdan yetkin adamlar da,
və onun texniki məsələsini, texnik tərəfini çoxdan həll ediblər. Dağların altında elə yerlərdə yerləşdiriblər ki, o raketləri də, nüvə tədqiqatlar mərkəzində filan da, Amerikanın gəlib vurmağı, yəni ona elə bir ciddi bir ziyan törətmir. Özdə ki, bütün İranın bütün ərazisində deməli paylayıblar bu raketlərin də, tədqiqatlar mərkəzində ki, bir yerdə təbii ki, bir yerdə deyil ki, onu da vursunlar, bura məsələ həll olunsun, geçsin də. Və hətta deməli, mən bugün burada gəlməmişdən qabaq baxdım, Türkiyə televiziyaları xəbər verir ki, İran Amerikanın bir F-22 təyyarəsini vurub. Siz təsəvvür edin ki, tamaşaçılar bəlkə bu təyyarənin texniki özəllikləri haqqında o qədər də bilmir. F-22 təyyarəsi F-16-dan da, F-35-dən də çox-çox üstün olan bir təyyarədir. Çox üstün təyyarədir. Hətta o qədər mühüm bir təyyarədir ki, F-22-ni Amerika Birləşmiş Ştatları heç kimə satmır. Ən yaxın dostu olan İsrailə də satmır. Bu cür yüksək texniki göstəricilərə malik olan bir təyyarəsini, F-22 təyyarəsini İran vurub. O bir tərəfdən İrana ki, bu hücumlar olur, atəş olur. Deməli, İran da haqlı olaraq hansı ölkənin ərazisindən hamısındakı Amerika bazaları var, oradan İrana raketlər atılırsa, o İran üçün qanuni hədəfə dönür və həmin ölkədəki Amerika bazalarını İran vurur. Yəni, bunların vahşivən batmasına baxmayaraq, İran ancaq Amerika bazalarını vurur və xeyli ölkədən, məsələn, Bəhreyndə, Qatarda, xüsusən İordaniyada Amerika bazalarını vurdu. Amerikanın özünün etirafına görə 3 Amerikan əskəri həlak oldu. Bu Amerikan əskərlərinin həlak olması isə Amerikada hətta bir əskərin ölməsi Amerika ictimaiyyət tərəfindən, onun parlament tərəfindən, senator, kongresmenlər tərəfindən çox ağırlı qarşılanır. Onlarda bir böyüklük, məğlub edilməzlik, toxunulmazlıq sindromu olduğuna görə ki, Amerikanın əskəri də mi ölə bilər? Ona görə də artıq Trump hakimiyyətinə ciddi təhlükə yaranıb. Düzdür, Trump'ı kimsə sui-qəsd nəticəsində devirsin, bundan söhbət getmir. Amma noyabrda ara seçimləri var. Yəni, Amerika parlamentində bütün kongresmenlər, senatorlar hamısı bir dəfəmə seçilmir. 2 ildən bir, yarısı indi seçilir, yarısı 2 ildən sonra seçilir. Ona görə noyabrdakı kongresin, senatın yarısı təzələnəcək, 50% seçiləcək. Orada Respublikaçılar Partiyasını labüd məğlubiyyət gözləyir. Ona görə Trump çıxılmaz bir vəziyyətdə qalıb, bilmir başına nə çağırır. Yəni, İran məsələsini o vaxta qədər bitirməlidir da, yəqin ki, elə mi? Bitirə bilməyəcək, yəni heç bitirə bilməyəcək və bitirə bilməyinə görə də, yəni, Respublikaçılar indi bildiyiniz kimi çox təsadüfi haldır. Adətən, məsələn, prezident bir partiyadan seçiləndə, Demokrat Partiyasından olanda, Konqresdə adətən Respublikaçılar üstünlüyü təşkil edir ki, elə bir ki, xalq özü tarazlaşdırırdı. Biri qabağa getməsin, onu tarazlaşdırırdı. İndi prezident də Respublikaçılar Partiyasındandır. Konqresdə də, Senatda da hamısında Respublikaçılar üstünlüyü təşkil edir. Ona görə istənilən qərarı keçirdə bilirlər. Amma noyabr seçkilərində bütün Amerikanların özündə, Respublikaçılar Partiyasının irəlidə gedənlərin də hamısı da bu fikirdədirlər ki, Trump'ı məğlubiyyət gözləyir. Onun partiyası noyabr seçkilərində məğlubiyyətə olur. Aydındır, bunu danışarıq sonra, amma mənə elə gəlir ki, o seçkilərə qədər bu İran mövzusunu nöqtələməyə çalışır. Hər halda gələn xəbərlər belədir. Bilirsiniz ki, bu 11 gündür davam edən zərbələrdə Amerika Birləşmiş Ştatları burada təkdir. Yəni, İranı tək başına vurur. Amma indi ötən günlərdən etibarən İsrailin də artıq döyüş hazırlığı vəziyyətinə, ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı xəbərlər var. İndi də CNN İsrail rəsmilərinə istinadən bir məlumat yayıb ki, İsrail, ABŞ prezidenti Donald Trump'ın birbaşa çağırışı olarsa, İrana qarşı müharibəyə qoşula bilər. Bildirilir ki, Vaşinqton hələlik İsraildən Hörmüz boğazında aparılan əməliyyata qoşulmağı xahiş etməyib. Əgər ABŞ prezidenti Donald Trump zərbənin miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gəlsə və İsraili əməliyyata qoşulmağa çağırsa, Təl-Əviv buna hazır olacaq deyə mənbə qeyd edib. Bildirilir ki, hazırda İsrail, ABŞ ilə İran arasında qarşıdurmanın daha da gərginləşəcəyi ehtimalına qarşı
müxtəlif əməliyyat planları hazırlayır. Bununla belə hələlik münaqişədən kənarda qalır və döyüşlərə birbaşa qoşulmağı planlaşdırmır. Buna baxmayaraq İsrail Müdafiə Qüvvələrinin, yəni Saxalın rəhbərliyi ölkənin hərbi əməliyyatları istənilən an yenidən başlamağa tam hazır olduğunu vurğulayıb. Biz bunu ötən günlərdən də belə bir xəbərlər paylaşıldı ki, Benyamin Netanyahu Təhlükəsizlik Şurasının iclasını çağırdı və sanki belə bir görüntü, belə bir təəssürat var ki, hər an bu müharibə yenidən, yəni o öz şiddəti ilə ötənlərdə necə olmuşsa da o şəkildə başlaya bilər. Təbii, əslində bu müharibənin başlanmasını elə İsrailin təkidi ilə, Netanyahunun təkidi ilə Amerika qoşulub. İndiyə qədər ki, keçən ilki 12 günlük müharibədən başlayaraq ona qədər Amerika dövləti İsrailə külli miqdarda yardımlar göstərsə də öz əskəri qüvvələrini deməli İrana qarşı istifadə eləmirdi. Bu Netanyahunun təhrikinin ilk dəfə oldu 2025-ci ildən başlayaraq. Ona görə də bu Netanyahu təbii ki, kənarda qala bilməz. Elə bil ki, Amerikanın qabağa verib özü onun arxasında gizlənə bilməz. Təbii ki, amma həm də çəkinir ki, İranın güclü sarsıdıcı zərbələrindən həm də çəkinir. Bu müharibənin başlanğıcında Müştəbə Xameneyinin bir bəyanatı yazıldı ki, hələ Amerika, Trump onların başına nə gələcəyini, onların nəyin gözlədiyini hələ dərk eləmirlər. Yəni bu özünə əminliyin göstəricisidir. Yəni İranın əlində, yəni mən hesab edirəm ki, nüvə silahı da var və onu daşıyan raket də artıq hazırdır və İranın ballistik raketləri, hipersonik ballistik raketlər artıq 8000 kilometrdəki hədəfi vura bilir. Yəni İrandan Amerikaya 11.000 kilometrdir. Yəni yaxın aylarda 1 aya, 2 aya, 3 aya, 5 aya artıq Amerikanın vura biləcək ballistik raketlər də İran istehsal edə biləcək. Və İranın İordaniyada vurduğu, Amerika bazalarını vurduğu ballistik raketlər isə texniki göstəricilərinə görə tamamilə yeni raketlərdir. Bunu vurmaq, zərərsizləşdirmək mümkün deyil. Təsəvvür edin ki, Amerika bazasının özündə Patriot raketdən müdafiə sistemləri də bunu tuta bilmir ki, Amerika bazalarını İordaniyada vurdu. Ona görə İordaniyada vurdu ki, birinci İranın İsrailə atdığı, İsrail obyektlərinə atdığı raketləri İordaniyanın üstündən keçir. İordaniyada demək onları zərərsizləşdirirdilər. İordaniyadakı Amerika bazalarından hər cür deməli təyyarələr qalxırdı, oradan vururdular. Ona görə də deməli İran oranı vurmağa məcbur oldu, haqlı idi, bunu da vurmalıdır. Amma Amerika bazalarını vurur. İstənilən Qatarda da, Küveytdə də, Bəhreyndə də, hətta bax bir gün bundan qabaq deməli İraqın Ərbil şəhərində Kürd terrorçu birləşmələrini də vurdu.